Kompüter oyunları, futbol ve kinolara baxıb vaxtın israf eden qardaş və bacılarımıza nə nəsihət edərdiniz? Onlara nəsihət edərdim ki, naşükür olmuyor. Kimlər vaxtını səmərəsiz şeylərdə keçirirlərsə, istər futbol, istər basketbol, istərsən kompüter oyunları, istərsən internetdə onun dünyası və axirəti üçün faydalı olmayan şeylərlə vaxt keçirsinlər, mən onlara tövsiyə edərdim ki, naşükür olmuyor. Çünki nə qədər insanlar var ki, vaxtının olmağını istəyir. Sələflərdən birinin yanına gəlir bir nəfər, deyir ki, sənlə söhbət eləmək istəyirəm. Yəni, belə danışmaq istəyirəm, belə özümlə ilgili, dinlə, axirətlə ilgili olmayan, elə belə söhbət eləmək istəyirəm. Niyə qara paltar geyinirsən, niyə yaşıl paltar geyinirsən, nə bilim. Şeyx deyir ki, ona, deyir, günəşi saxla, oturaq nə qədər istən söhbət eləyək. Günəşi saxla, batmasın günəş, vaxt gedir. Onu saxla, nə qədər istəyirsən söhbət eləyək. Ömür, əziz qardaşlarım, insanın dünyada qaytarmayacağı bir şeydir. Paltarın köhnəldir, təzə paltar ala bilirsən. Yeməyi yedin, təzə bir yemək ala bilirsən, başqa bir yemək. Xəstələndin, inşallah sağalırsan. Hətta insan bir sevdiyini itirsə, onu əvəz edən başqa bir şey tapır. Amma vaxt qayıtmayan bir şeydir. Allah Teala deyir ki, hamınızın əcəliniz məhduddur. Sizdən birinizə ölüm nə bir saat gec gələr, nə də bir saat tez gələr. Ayşə radiyallahu anhə deyir ki, möminlərin ən çox axirət günü həsrət çəkdikləri şey faydasız yerə keçirdikləri vaxtı olacaq. Dünya əməl tarlasıdır. Nəyi bu dünyada əkəcəksən, axirət günü onu biçəcəksən. Və insanların cənnətdə olan məqamı əməllərini keçirdikləri səmərəli vaxtlarına görə olacaq. Etdikləri əmələ nisbətən olacaq. Ona görə axirəti ümid edən, cənnəti rica edən möminə yaraşmaz ki, vaxtını ona səmərə verməyən, fayda verməyən bir şeylə keçirsin. Bu dayaz fikirdən, fikrin kamilləşməməyindən və naşükürlükdən və imanın azlığından, bəlkə də deyim, təcrübəsizlikdən meydana gəlir. Və Rasulullah s.ə.v deyir ki, mən sizi boş görmək istəmirəm. Nə dünya işində, nə də axirət işində. Mömin bir şeylə məşğul olmalıdır. Heç bir şeylə məşğul olmasan, ən azından get yat istirahət elə. Çünki müminin istirahəti də Allah qatında ibadətdir. Amma qardaşlar, bilin, günah günahı gətirir, savab savabı gətirir. Tövhid tövhidi gətirir, şirk şirki gətirir, küfür küfürü gətirir. Eləcə də vaxtı zay etdinsə bir şeydə, ikincisində də zay edəcəksən. Üçüncüsündə də zay edəcəksən. Və insan həyatında vaxtını zay etməsi bir çox müsibətlərə düçar olmağa səbəb olur. Birincisi, rızqısından məhrum olur. Sağlamlığını itirir. Üzərinə haqqı olan insanlara qarşı haqsızlıq baş verir. Ömründə bərəkətsizlik. Və ən çoxu da təhlükəli olan günahlara yol verir. Boş vaxt keçirmək, vaxtı istismar etməmək insanı ləbuddur günahlara salsın. Ləbuddur günahlara salsın. Ona görə tövsiyə edirəm ki, vaxtınızın qiymətini bilin, vaxtınızın dəyərini bilin və sizdən keçən hər bir saniyə, hər bir dəqiqə, atdığınız hər bir addım sizi qəbrə tərəf aparır və sizi qəbrə yaxınlaşdırır. Və sizə orada fayda verən şeyləri edin, onun üçün çalışın. Allahu aləm. İxlasla.com saytı tərəfindən təqdim olundu.